Əli kimi cavan yoxdur, Zülfüqar kimi qılınc yoxdur. Bu da Uhudda Cəbrailin səsidir. Əli kimi cavan yoxdur, Zülfüqar kimi qılınc yoxdur. Kərbəlanın cavanlarına aləmin cavanları qurban olsun. Cəmiyyətin inkişafı üçün belə gəncliyə ehtiyac var. Qaşalan cavana yox, tatı döydürən cavana yox, onun yumşaq cavana yox, üzr istəyirəm, makyaj elətdirən cavana yox, manikür, pedikür elətdirən cavana yox. Belə cavanlara cəmiyyətin ehtiyacı var, Kərbəlanın cavanlarına. Seyyid Mübariz kimi cavanlara ehtiyacı var, Fərid Əhməd kimi cavanlara ehtiyacı var, Əhmədov kimi, Polad Həşimov kimi cavanlara ehtiyacı var. Mən hansız dövrdə, hansı cavanlardan danışım, mən dilimin əzbəri olmuşdu keçən illərdə, bu il heç bunu deməmişəm, yeri gəl deyirəm. Kərbəlada bu Səddam Məlunun dövründə bir dəstə zəvvar gedirlər İmam Hüseyin Əsəlamın ziyarətinə, bir alim danışırdı bunu, özüm şahidəm bunu. Deyirdi, getdi, o vaxtda zəvvar az idi, İmam Hüseyini ziyarət eləmək Səddamın dövründə cinayət idi. Özün ailəsini qırırdılar, Şiə əgər getsəydi. O qədər fədailər olub İmam Hüseyin ağanı buraxmayıblar, evləri abad olsun. Deyir, biz İmam Əbəlfəz ağanın hərəmində idik, gördük Səddamın əsgərləri gəldi, biraz adam olardı, çıxartdı bizi Beynül Hərəmeynə. Aldılar, mühasirət çöktürdülər, bizi avtomat tutdular başımız üstə. Bir də gördük, bir maşın gəldi, general düşdü, Səddamın generalı düşdü yerə. Bir sual verdi. Mən minkum mə'l Hüseyin ibn Ali və mən minkum mə'l Səddamın Hüseyin. Kimdir sizdən Hüseyinin tərəfdarı və kimdir sizdən Səddamın tərəfdarı? Bir cavan qalxdı ayağa, dedi, Ənə mə'ə Mövlay Əbi Abdillahil Hüseyin. Mənəm ağam Hüseyinin tərəfdarı. General dedi, vurun. Avtomatları ateş açdılar, cavanın qanı götürüldü Beynül Hərəmeyni. İkinci dəfə sual verdi, kimdir Hüseyinin tərəfdarı, kimdir Səddamın tərəfdarı? İkinci cavan qalxdı ayağa, mənəm ağam Hüseyinin tərəfdarı. Dedi, vurun bunda, onu da vurdular o cavanın yanında, qan götürdü Beynül Hərəmeyni. Üçüncü dəfə sual verdi, heç kim cavab vermədi, dedi, buraxın bunları. Qaçdım, deyir, hamı sığındı Əbəlfəz ağanın zərihinə, mən də deyir, gəldim ağanın zərihinin yanında, özümdən getdim qorxumla. Özümdən getdim, məna aləmində pərdələr sanki götürüldü, gördüm, həmin hadisə təzələnir. Ağam İmam Hüseyin Əsəlam öz hərəmindən çıxıb, gəlir Beynül Hərəmeynə. Göstəriş verir, o birinci cavanı aparın, qoyun mənim qəbrimin yanında, ikinci cavanı amma mənim qəbrimə qoyun, mənim qucağıma qoyun. Deyir, dedim, ağa, o birinci cavan birinci durmuşdu ayağa, onu niyə qəbrizin yanına, amma ikincisini öz qəbrizə? Ağa buyurur, o birinci cavan ölümü görməmişdi. O durdu ayağa. İkinci cavan mənim kimi ölümü görə-görə üstünə getdi. O mənim oxşarımdır. Əzizlərim, İmam Hüseyin, İmam Həsən, Əl-Həsənu vəl-Hüseyin Seyyidə-i şəbabi əhlil cənnə. Həsən və Hüseyin Peyğəmbərimiz cənnət cavanların ağasıdır. Adam belə cavanların dalıca gedər.